Salam müəllimlər, hər vaxtınız xeyir, xoş gördük hər birinizi. Deməli, qəbula aid paylaşdığımız sual izahlarında bugünkü mövzumuz işıq kvantı fotoeffekt mövzusudur. Başlayalım sualların izahına. Deməli, 2020-21 qəbulda 2 il dalbadal düşmüş sual. Sualda deyir ki, yaqut lazeri 2 saniyə ərzində 2,19 foton şüalandırır. Şüaların dalğa uzunluğu 0,66 mikrometr olarsa, lazerin orta gücünü hesablayın. Deməli, güc dediyimiz enerji bölünsün zamandır. Buradaki enerjidə şüalanan fotonların enerjisi olacaq. Yəni, bu da olur NH-mü. Yəni, H-mü dediğimiz bir fotonun enerjisidir. Burada 2,19 foton şüalandırır. Onun için NH-mü bölünsün T'ye. Gerisi burada verilenləri yerinə yazmaqdır. Deməli, foton sayı 2 vur 10 üstü 19'dur. Planck sabiti 6,6 vur 10 üstü -34'tür. Tezlik, bir saniye, burada tezliği dalga uzunluğu ilə verib. Onun için düsturu dalga uzunluğuna əslən yazaq. Yəni HC bölünsün lambda olsun. Bu da o zaman olur NHC bölünsün lambda vurulsun T. Yəni foton enerjisini dalga uzunluğuna əsasən istəyib. İndi burada verilənləri yerinə yazsaq, deməli say 2 vur 10 üstü 19. Planck sabiti 6,6 vur 10 üstü -34. İşıq sürəti də 3 vur 10 üstü 8. Dalga uzunluğu 0,66 mikrometrdir. Bu edir 0,66 vur 10 üstü -6 metr və zaman 2 saniyə. Baxın, burada belə edək. Buradan bir tam ataq, bunu 10 üstü -35 edim. Buradan ikisini atım, bunu 10 üstü -8 edim. Bu 66'lar gedər, bu 2'lər də gedir. Burada qalır 3 vur. Deməli, bu -8 yuxarı getsə 10 üstü 16 olar. 10 üstü 16, bu da 10 üstü 19. Bu eləyəcək 10 üstü 35. 35 ilə də gedir. Gücü elə 3 watt qalar. Növbəti sualımız. Sinq üçün fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğunu hesablayın. Qırmızı sərhəd dalğa uzunluğu istənilir bizdən. Deməli, çıxış işinin dalğa uzunluğu ilə olan düsturu HC bölünsün lambda idi. Biz buradan qırmızı sərhəd dalğa uzunluğunu tapsaq, lambda maksimalı tapsaq, bu olacaq HC bölünsün A çıxışa. Verilənləri gətirib yerinə qoyuruq. Deməli, Planck sabitini birbaşa elektrovoltla verib, 4,2 vur 10 üstü -15 elektrovolt vur saniyə. İşıq sürəti 3 vur 10 üstü 8. Çıxışı da 4,2 elektrovoltdur. Buradan, bax, bu 4,2'lər gedər. Qalan ifadə olur 3 vurulsun 10 üstü -7 metr. Bunu da nanometrə çevirək. 10 üstü -9'a bölsək 300 nanometri vermiş olur. Növbəti sual 2023'ün qəbul sualıdır. Enerjisinin 66%'ni işığa çevirən nöqtəvi işıq mənbəyi 5 vur 10 üstü 6 saniyə ərzində 10 üstü 20 Hz tezlikli 10 üstü 20 foton şüalandırır. Nöqtəvi işıq mənbəyinin gücünü tapın. Yenə baxın, güc dediyimiz enerji bölünsün zamandır. Amma məsələdə bunu deyir. Enerjisinin 66%'ni işığa çevirən. Deməli, enerjisine biz W dedik. Bu W'nun 66%, yəni 66'ya vurub 100'ə bölək. Bu qədər enerjini işığa çevirir. Yəni H-müyə çevirir. Tabii müəyyən bir sayda olduğu üçün NH-mü olacaq. Buradan indi deməli bu ifadə nə edir? 0,66 W bərabərdir NH-müyə. Buradan biz enerjini tapsaq, bu olacaq NH-mü bölünsün 0,66. Bunu aparıb güc düsturunda yerinə yazırıq. Deməli, P bərabər olacaq 0'dan deməli NH-mü bölünsün 0,66 vurulsun T'ye. Gerisi yenə burada da qiymətləri yerinə qoymaqdır. Deməli, say 10 üstü 20 foton idi. Planck sabiti 6,6 vur 10 üstü -34. Tezlik 10 üstü 20 idi. Bölünsün 0,66 vur. Zaman 5 vur 10 üstü 6.
66 saniye idi. Bunu hesabladığımız zaman bax buradan bir sıfır ataq, bunu 10 üstü mənfi 35 edək. Buradan da ikisini atırıq, 10 üstü mənfi 2 olur. Bu 6 ilə mənfi 2 gedər, burada 4 qalsın. Bu 66'lar getdi. Deməli yuxarıda qalıb 10 üstü 5, aşağıda qalıb 5 vur 10 üstü 4. Bu da edəcək deməli 0 10'da 2 vurulsun 10, o da 2 wattı vermiş olar. Tabii buradaki rəqəmlər imtahandan çıxmış müəllimlərin öncəki illərdə dediyi rəqəmlərdir. Onun üçün yəni cavablar fərqli formada ola bilər. Tamamilə rəqəmlərə görə həll edirəm çünki. Növbəti sualımız. Eyni fotoelement üzərinə düşən şüalar üçün saxlayıcı gərginliyin düşən işığın tezliyindən asılı qrafiki verilmişdir. Buna əsasən 1 və 2 nöqtələrinə uyğun fotoelektronların maksimal kinetik enerjilərinin nisbətini hesablayın. Eyni fotoelement deyir, yəni çıxış eynidir. Burada görürük ki, qırmızı sərhəd tezliyi μ0'dır. Düşən birinci fotonlar tezliyi 2 μ0, ikincilər isə 4 μ0'dır. Deməli, baxın, çıxış işi h μ0'dır. Birinci haldakı fotonun enerjisi olur 2h μ0. İkinci halda düşən fotonların enerjisi olur 4h μ0. Bizdən kinetik enerji istənilir, düzdürmü? Fotoeffekt Einstein təli nə idi? Y foton bərabərdir Y kinetik plus A çıxış. Bizdən kinetik enerji istənildiyi üçün bu olur Y foton minus A çıxış. Baxın, birinci metaldan qopan fotoelektronların kinetikini tapsaq. Birinci metalın üzərinə düşən fotonun enerjisi 2h μ0. Çıxış işi h μ0'dır. Demək ki, kinetik enerjisi olacaq h μ0 qədər. İkinci metaldan qopan fotoelektronların kinetik enerjisi, yəni ikinci metal deyil də ikinci halda qopan fotoelektronların kinetik enerjisini tapanda düşən fotonun enerjisi 4h μ0'dır. Eyni fotoelement dediyi üçün metalın çıxışı yenə h μ0'dır. Deməli, qopan fotoelektronların kinetik enerjisi olur 3h μ0. Sonda da bize deyir ki, YK2'nin YK1'e nisbəti YK2 oldu 3h μ0, YK1 oldu h μ0. H μ0'lar gedər, nisbət 3'ə bərabər olacaq. Növbəti 2025 qəbul sualı. Müxtəlif katod metallarının üzərinə eyni tezlikli fotonlar düşdükdə qopan fotoelektronların kinetik enerjisinin düşən işığın tezliyindən asılı qrafiki şəkildə kim olur? İkinci metaldan qopan, bax, ikinci metaldan qopan fotoelektronların kinetik enerjisi 3 elektrovolt olarsa, birinci və üçüncü metaldan qopan fotoelektronların kinetiki. Baxın, kinetikin tezlikdən asılı qrafikində aşağıda olan rəqəmlər çıxış işini bildirir. Bax, bu birinci metalın çıxış işidir. Bu ikinci metalın çıxış işidir. Bu da üçüncü metalın çıxış işi. Bunlar da qırmızı sərhəd tezliklərdir. Bax, birinci metalın qırmızı sərhəd tezliyi μ0. İkinci 2 μ0, üçüncü 3 μ0'dır. İndi baxın, deməli birinci metal üçün çıxış işi nə olacaq? H μ0 olur. İkinci metal üçün çıxış işi nə olacaq? 2h μ0 olacaq və bunu bizə 2 elektrovolt olaraq verib. Deməli h μ0 dediyin o zaman 1 elektrovolt olar da 2h μ0 2-dirsə 1 olan 1'dir. Üçüncü metal üçün isə çıxış işi 3h μ0 olur. Bu da o zaman 3 elektrovolt olar. İndi bizə deyir ki, ikinci metaldan qopan fotoelektronların kinetikini bizə verib. O zaman ikinci metalın üzərinə düşən fotonun enerjisini taparıq. Bu nə olacaq? Y kinetik plus A çıxış. Bax, kinetik enerji 3 elektrovolt, çıxış isə ikinci metal üçün 2 elektrovolt. Deməli, düşən fotonun enerjisi 5 elektrovoltdur. Deyirdi ki, eyni tezlikli fotonlar düşdükdə. Yəni, düşən fotonun enerjisi eynidir. O zaman tək-tək, bax, əvvəl birinci metal üçün kinetiki tapsaq, nə edəcəyik? Düşən fotonun enerjisindən birinci metalın çıxış işini çıxarır. Bu nə olacaq? YK1 bərabərdir. Düşən foton enerjisi 5, çıxılsın, birinci metalın çıxışı 1 elektrovolt. Deməli, birinci metaldan qopan fotoelektronların kinetiki olur 4 elektrovolt. Eyni qayda ilə üçüncü metal üçün də baxsaq, bu da yenə düşən foton enerjisi çıx, üçüncü metalın çıxışıdır. Düşən foton enerjisi 5 elektrovolt, üçüncü metalın çıxışı isə
3 elektrovolt idi. Demek ki qopan fotoelektronların kinetiki olur 2 elektrovolt. Nəticədə belə bir cavab aldıq. Birinci metaldan qopan fotoelektronların kinetiki 4 elektrovolt, üçüncüdən qopanlar isə 2 elektrovoltdur. Bu da sonuncu 2025 qəbul sualı idi. Artıq mövzuları bitirməyə başladıq. 2 mövzumuz qalıb artıq. Bir atom və nüvə fizikası qalıb, bir də qaz qanunları qalıb. Qaz qanunlarını tamamilə birləşdirib bir yerdə çəkəcəm izahı, yəni molekulyar kinetik nəzəriyyə, termodinamika, doymuş doymamış buxar. Bunlara bir də bərk cisim və mayelərin xassələrini də əlavə edəcəm. Onları ümumi şəkildə birləşdirib izah videosunu çəkib paylaşacağım. Yəni 2 videomuz qalıb inşallah. Yəni sağlıq olarsa 2 gün sonra artıq mövzuları tamamlamış oluruq və ondan sonra da imtahanlar yəqin ki inşallah başlayar və imtahanda da uğurlu nəticə göstərərsiniz. Videonu bəyənib paylaşaq, daha çox müəllimlər faydalansın. Sağ olun, sağlıqla qalın.